yürüdülər. Deməli, dünən bizim ayda danış. gəlinim narahat idi, hamiləli ilə bağlı. Yoldaşımla götürdüm, gəldik bura Kürdəmir rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə. Burada deməli, növbədə olan Aytən, bir də Günel adlı 2 nəfər akşerka tibb bazılardır. Onlar baxdılar, növbətçi həkim soruşduq, dedilər növbətçi həkim burada yoxdur, olmur növbətçi həkim. İndi olur, olmur, indi o yəqin ki, aidiyyəti qurumlar araşdıranda biləcəklər inşallah. Ondan sonra həkimlə əlaqə saxladılar, Dürdane doktordan. O da dedi ki, filan iynəni, peşməkən iynəni vurun, nə bilim, hansısa maye gəlsə, qorxu yoxdur. Onlar da onu vurdular. Biz də yoldaşımla çöldə gözləyirdik. Dedilər, bir yarım saat gözləmək lazımdır. Gözlədik, laf çox gözlədik. Nəhayət, gəlin çıxdı, gəldi, dedi gedən. Abala, nə oldu? Dedilər, doğuş qabağı bir əlamət yoxdur, qorxulu bir şey deyil. Hələ doğuşun vaxtına bir neçə gün var. Çıxdıq, getdik. Gəlin də normal, axşam normal, səhər-səhər normal. Səhər-səhər biz də çıxdıq, ailə, uşaq, hamı çıxdıq, getdik öz işimizə, gücümüzə. Saat təxminən 11 olardı, 12 işləyərdik, gəlin mənə zəng elədi. Ki, vəziyyətim gərgindir, nəhayət. Gəlini gətirdik, çatdırdıq bura, çatan kimi götürdülər əməliyyata ki, uşağın vəziyyəti yaxşıdır, gəlinin də vəziyyəti yaxşıdır. Nəhayət, əməliyyatdan sonra məlum oldu ki, uşaq əməliyyatdan qabaq ana bətnində tələf olub. Hansı ki, axşam uşaq normal olub, səhər-səhərdə heç bir narahatçılıq olmub. Axşam burada Dürdane doktoru özü də deyir ki, mənə buradalar zəng eləyəndə, cavab deyəndə dedilər, doktor, yoxlamış uşağın ürək döyüntüləri falan, hamısı normaldır. Yaxşı, bunlar normal idisə, evə buraxırdınsa, sonra gəlindən içəridə bir oraya jurnala yazdırıblar, ya özləri yazıb bilmirəm, hələ gəlin komadadır, gəlinlə danışmamışam. Ki, güya imtina eləyirəm burada qalmaqdan, öydə 4 uşağım yiyəsizdir falan vəsməkən. Yaxşı, laf gəlin o deyirdi, oraya yazdırmamış, çöldə axsaqqal yox da qapının ağzında gözləyirik, içəri buraxmırız. Çıxıb deyir ki, axsaqqal, sənin gəlinin vəziyyəti budur, öydə deyir, getmək istəyirəm. Niyə demirdin? Deməli, bu normal olur. Doğrudan da axşam onun vəziyyəti normal olur. Sizin dediyinizə görə. Amma normal olun, baxın, normal idisə, cəmi 12 saat keçməyib üstündən. Bu, niyə 5 dəqiqanın içində, 5 saatin içində qəfil çörükçü belənçi oldu? İndi uşaq ana bətnində tələf olub, o da ilkin versiyalara görə biz hesab edirik ki, orada da tibb bazılarından kimi etsə dedi, belə bizdən tanıyıram. Səbəbkar kimdir orada? Kim? Yəni səbəbkarları kimdir o uşağın tələf olma səbəbkarları? Uşağın səbəb olma tələf olma səbəbkarları həmin o adını çəkdiyim Aytənlə Günel, bir də növbətçi həkim kimdirsə o. O mən tapıb növbətçi həkimin adını niyə açıqlamırlar? Açıqlamırlar da, deyirlər, heç bir növbətçi həkim olmur, olmamalıdır. İndi niyə olmamalıdır, niyə olmur bilmirəm. Mən aidiyyəti qurumlardan buradan mütləq xahiş eləyirəm. Əvvəl rayon prokurorluğundan, sonra Respublika prokurorluğundan, sonra daha yüksək aidiyyəti qurumlardan mən çox xahiş eləyirəm ki, bu işə ciddi yanaşsınlar. Burada insan həyatı məhv olub, bir insan ömrün bərbaşdan. Bu 2025-ci ildə təxminən neçə nəfər uşaq tələf olub burada? Kürdəmirdə valla mən sayını itirmişəm, bəlkə də 15 nəfər. Elə hey eşidirəm televizorda, nə bilim orada, burada el arasındakı filankəsin uşağı orada doğub tələf olub, gəlin tələf olub. Kürdəmirin Sor-Sor kəndində də belə bir fəlakət vermişdir. Sonra Sığırlı kəndində olub, başqa yerlərdə, səhv eləmirəmsə Karlarda, harda, çox yerlərdə. Burada məncə, indi biz belə baxırıq ki, burada deyirlər ki, bu həkimin xəstəsinə baxanmaz, bu həkimin o xəstəsinə baxanmaq olmaz. Elə bir şey də danışırlar. Axşam da həmin bir hadisə baş verib da, elə bir hadisələ üzbəyiz olub da ki, növbətçi həkim ona görə gəlib baxmıyor. Yəni, bilmirəm, indi o növbətçi həkimizə çıxmır. Növbətçi həkimizə çıxanda onlar hamısı bilinəcək inşallah. Aydındır.